Manifestasiyanı hər gün edirsiniz, amma hələ də nəticə yoxdur. Narahat olmayın. Çünki bunu manifestasiya qurularının özləri də bacarmır. Vibrasiya filan deyirlər, amma bank hesabları normal insanlarınkindən çox da fərqlənmir. Yeni aparılan elmi araşdırma çox sadə bir həqiqəti göstərdi. Manifest etməyin real həyatda heç bir faydası yoxdur. Tədqiqatçılar manifest edənlərin etməyənlərdən daha uğurlu olduğunu göstərən bir dənə belə işarə tapmadılar. Yəni ki, kainat heç kimi VIP siyahıya salmayıb. Həmçinin araşdırma manifest edənlərin daha çox xəyali hədəflər qoyduğunu göstərir. Üstəlik, manifest etmək maliyyə baxımından riskli addımlar atmağa meyl edir. Sonra da deyirlər, vibrasiyam düz tezlikdə deyildi. Özləri haqqında daha müsbət düşündüklərini deyirlər. Amma araşdırmalar göstərir ki, özün barədə yalnız xoş şeylərə inanmaq psixoloji baxımından bəzən tərsinə işləyir. Bir nöqtədən sonra pozitivlik motivasiyaya deyil, dərdə çevrilir. Gəlin açıq danışaq. Əgər manifestasiya işləsəydi, hamımız artıq Balidə kakos içirdik. Nəyisə dəyişmək istəyirsinizsə, vibrasiyaya yox, nizam-intizama diqqət ayırmaq lazımdır.